Məşhur müğənninin qızı anasını pəncərədən atıb görüşərik bay bay deyibmiş və səs yazıları üzə çıxıb. Dəyərli izləyicilər, Türkiyəli müğənni Güllünün, yəni Gül Tutun ölümü ilə bağlı yeni detallar üzə çıxıb. Türkiyə mediasının yaydığı məlumata görə aparılan istintaq çərçivəsində onun qızı Tuğyan Ülkəm Gültər və hadisə günü eyni otaqda olduğu deyilən rəfiqəsi Sultan Nur Ulu ölkədən qaçmağa hazırlaşarkən saxlanılıblar. Səs yazıları ilə bağlı aparılan araşdırma hadisənin qətl ola biləcəyi şübhəsini gücləndirib. Səs qeydlərində Tuğyan Ülkəm Gültərin Güllüyə, yəni müğənniyə səni indi atacağam dediyi, daha sonra görüşərik bay bay ifadəsini işlətdiyi müəyyənləşib. Belə ki, evdəki təhlükəsizlik kamerasındakı səs yazılarının araşdırılması zamanı hadisənin mahiyyəti daha da aydın olub. Araşdırmalarda indi səni atacağam ifadəsi xüsusi texnika ilə dəqiqləşdirilib və bu sözləri Güllünün qızı Gültərin dediyi müəyyən edilib. İstintaqa görə hadisə günü Gültər rəfiqəsi Ulu və çox miqdarda spirtli içki qəbul edən Güllü, yəni müğənni eyni evdə olublar. Güllü digər otaqda pəncərəni açıb, ardınca Güllünün sevdiyi roman havası Malkara eşidilib. Güllü musiqini eşidincə o nədir deyərək otağa keçib, orada Tuğyanın indi səni atacağam deməsindən sonra baş verən qarşıdurma nəticəsində Güllünün pəncərədən düşdüyü qeyd edilib. Bir neçə gün öncə isə Güllünün qızı Gültər və dostu Ulu axşam saat 21:45-də çamadanlarla birlikdə dostlarının yaşadığı binadan çıxıblar. Onlar çamadanları avtomobilə yükləyərkən planlı şəkildə adam öldürmə şübhəsi ilə saxlanılıblar. Ulunun atası Arif Ulu da istintaq çərçivəsində şübhəli şəxs qismində saxlanılıb. Şübhəlilərin Gürcüstan üzərindən ölkədən çıxmağı planlaşdırdıqları təsdiqlənib. İstintaq sənədlərdəki ekspert rəyində səs qeydləri və texniki izləmə nəticələrində planlı şəkildə qətl ehtimalını gücləndirən güclü və konkret dəlillərin olduğu, işdə gizli şahid olmadığı və araşdırmanın yalnız faktiki sübutlarla əsaslandığı bildirilib. Qeyd edək ki, 52 yaşlı müğənninin qızı onu öldürməkdə ittiham olunur. Xatırladaq ki, tanınmış müğənni sentyabrın 26-sı evinin eyvanından yıxılaraq həyatını itirib. Sənətçi arabesk janrındakı Hər şeyim oldun sabah olmadan, Bəndəki sən və Varlığın yetər kimi mahnıları ilə məşhurlaşıb.